vurğuladı ki, hal-hazırda çox yayılıb. Hər kəs istənilən peşədə var bu paxıllıq, belə deyək. Çox üzr istəyirəm. Elə yerindəcə cavab vermək istəyirəm. Güya bizim sahədə yoxdur ki, biz aparıcıların arasında da var. Bəli. O qədər sifarişli belə bir mesajlar, zənglər görürəm ki, müğənninin üzərinə gəlirlər ki, rəvan verilişinə çıxma. Rəvan verilişinə çıxsan, sən öz verilişimə buraxmayacam. Elə mənə bu fürsətdir ki, buradan müraciət edirəm ki, siz nə qədər yol kəssəz də, o gələn müğənnilər gözəl bilirlər kimin verilişində onlar üçün hansı bir yollar açılır. Yəni siz nə qədər vurmağa çalışsanız da elə özünüz vurulacaqsınız. Allah açan qapını heç bir bəndə bağlaya bilməz. Bəli, Zülfiyə xanım, çox gözəl mənim ürəyimdən xəbər verdi sizin. İnanın, o qədər rastlaşıram ki, mənə mesajlar da göstərirlər, zənglər də vururlar ki, mən onunla yaşamışam, ilk efirə çıxanda Rəvan bəy. Bəli. İnanın ki, sağ olun bu mövzunu açdınız. Neçə vaxtı deyirəm, deyəcəm. Sonra deyirəm ki, eybi yox qalsın, qoy böyüklük məndə qalsın. Amma buradan səslənirəm həmin həmkarlarıma. Yəni sadəcə bir kəlmə sözüm var ki, ayıb olsun sizə. Ayıb olsun, mənim sözüm deyil. Buyurun. Ayıb olsun.